çalış tövbə ilə və əməlləri çoxalt ki, bu axır xüsusən 10 gündə. Bu artıq bu tərbiyə, Ramazan tərbiyəsinin axırıdır. Çünki insana ancaq əməlləri fayda verəcək. Allah Subhanahu rəhmətindən sonra Allah Subhanahu hədis-i qüdsüdə buyurur ki, Allah Subhanahu qiyamət günü deyəcək, ey qullarım, siz əməllərinizi edirsiniz və mən də onları saxlayıram və bir gün gələcək sizə göstərəcəm bir gün onu. Və bir gün sizə göstərəcəm onu. Kim yaxşı xeyr görsə, Allah'a həmd etsin. Lakin kim şər görsə, ancaq özün günahlandırsın. Başqasını yox. Müslim rivayət edib. Həmçinin möhtərəm müsəlmanlar, Ramazanın axırı müsəlman əməllərindən tövbə